Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Bütün izleyicilere selam deyirəm. Salamatçılıq arzulayıram. İslamlıq ve tühlüğün 5. bölümünü başlarıq. Her şeyden önce Ramazan ayını bütün müminlere təbrik deyirəm. Allah'tan istirəm bu ayın mənəvi bəhrələrindən bizi də, sizi də bəhrələndirsin. Sadiq abidlərdən eləsin. Peyğəmbər buyurankən İnnə li rabbikum fi əyyəmi dəhrikum nəfəhatun əla fətəərrəzu ləhu. Allah'ın bu günlərdə nəfhələri, nəfəsləri yayılır. Çalışın, çırpının, özünüzü o nəfəslərin önündə, qabağında qoyasınız. Mevlana demişkən, qovd Peyğəmbər ki, nəfhəthay həq, əndərin əyyam mi ayət səbəq, quş و هوش داریدین اوقات را در رباییدین نفحات را. نفحی آمد شما را دید و رفت، هر که را میخواست جان بخشید و رفت. نفحی دیگر رسید آگاه باش، تا از این هم وا نمانی خواجه تاش. Paysız ondan qalmasın ağ ya qərə, göz qulaq olmaq gərək ol dəmlərə. Görməyə gəldi sizi həqdən nəfəs, od alan bir kimsəyə verdi qəbəs. Qəbəs od parçası. Huşbaş ol ey can, gəlir ayrı nəfəs. Olma paysız xacə, uymaq bəsdir, bəs. Nəsimi də deyir, əyyuhər rağibunə fil əvqat, uzkuruha fəma məza qədmat. Yenə əhli firiştələr göydən çağırır, nuş bad ab həyat. Vaxtidir kim dua yerinə yetə, müstəcab edə qaziyül hacat. Həzrətində budur yəqin diləyim, dövlətindən iraq ola kəəbat. Kəəbat yəni tötələr, dəsisələr. Biz keçmiş hissədə dedik Mədini Fazilə Türk müsəlmanlarının qızıl almasının fəlsəfi təməlləridir. Biz bir milli fəlsəfəyə, milli irfana ehtiyacımız var. O fəlsəfə ki, milli ola, milli irfana yol aça. Milli fəlsəfəni Türk İslam dünyasında Farabidə tapmaq olar. O fəlsəfə ki, onun içindən oyanış, tərpənmək, qalxmaq, qaçmaq çıxa. O irfan ki, bizim kimliyimizin güzgüsü ola. Farabidə belə bir fəlsəfə var. Qızıl alma fəlsəfəsiz Türk aləmində qurulmaz. Onun mərifəti, qeyri-mərifəti elemanları, müəllifələri var. Mərifət sahəsində ən birinci eleman gözə vuran damğa fəlsəfədir. O da Farabinin düşüncəsidir. Farabi bir Türk əski filsuf olaraq qızıl almanın təməllərini tökür. Farabinin önəmliyi, əhəmmiyyəti də burada budur. Əgər Döktür Seyid Cəvad Təbatəbai deyir, mən İranlıların qoltuğunun altına 2 çəlik verməliyəm. Biri Farabidir, biri Batı filsufları, Qərbdə olan filsuflar, Hegeldən, Hume'dan, Gadamerdən. Burada qalmışam, əlbəttə qalmalıdır. Niyə ki, o bu paradoksu çözə bilməz. Farabi Türk məfkurəsini daşıyır.
Axırda onun Mədinə-i Faziləsinin içindən İran-ı Türkü, hakimiyyət-i Türk çıxar. İran-ı Farsı yox. O da onu istəməz. İran-ı Farsını istəyər. İranın birləşməsini Farsın dilinin altında o birisi dilləri tapdalamaqda görər. İslamın ölməyini axtarar. Buna da Farabi rüxsət verməz. Yəni Mədinə-i Fazilənin içində olan elemanlar, o cümlədən ədalət qavramı belə bir təbizə yol açmaz. Hər halda Mədinə-i Fazilə həmən utopiyadır. Hər millət istəyə təməddün sahibi ola, mərifət aləmində, teori dünyasında bir Mədinə-i Fazilə yaratmalıdır. Mədinə-i Fazilə də bir böyük xəyaldan qaynaqlanır. Onu da əlbəttə Farabi türk olaraq hermenotiki baxışda da türk məfkurəsini daşıyaraq İslam aləminə miras kimi veribdir. Mədinə-i Fazilənin Farabinin düşüncəsində bir cismi var, bir ürəyi. Necə ürək cismə hakimdir, ürəyin durması həmən, bədənin cismi durması həmən, rəis də o Mədinənin ürəyidir. Rəisdə də fəzilətlər, məqulatlar birlikdə bir yerə yığışıbdır. Farabinin fikri mənzuməsində rəis-i əvvəl ya birinci rəis kimdir? Türk İslam dünyasının rəisinin nə sifətləri olmalıdır? Mədinə-i Fazilənin rəis-i əvvəli əlbəttə Peyğəmbərdir. Axı o İslamı təməddünün içində yaşayırdı. Dolayısıyla çox doğal anlamda bu olmalıydı. Onun ən birinci rəisi Peyğəmbər ola. Hələ İbn Sina Peyğəmbərə san sözü işlədir. San yəni sünnət qoyan, sünnət yaraldan, rəsm yaraldan. Farabi o həzrətlərinə rəis-i əvvəl deyir. Onun etiqadı budur. Rəis-i əvvəldə 12 sifət bir yerə yığışmalıdır. Və Peyğəmbərdə bu 12 sifət var idir. Birincisi cismə racidir. Cismi salimdir. Hər üzv o işi ki gərək görə bilir. İkincisi ağılda 3 sifət olmalıdır. Yaxçı düşünür, bir sözü danışanda onu başa düşür. Yaxçı hafizəsi var, bir zadı görəndə ya eşidəndə heç zaman unutmur. Unutqan adam deyil. Yüksək, yuxarı huşu var, huşludur, bir qıssa dəlil ona kifayətdir, kafidir. Əl-aqilu təkfihil işarə. Danışıqda da bir sifətə malik olmalıdır. O da danışığı şirin olmalıdır, ürəyə yatan olmalıdır. Elmidə də bir sifət lazımdır. Elmin öyrətməsinə sevinc bağlamalıdır, müəllim olmalıdır. Əxlaqda da 6 sifətə malik olmalıdır. Yeməyə, içməyə, oyuncaq işlərə istəyi, ilgisi olmamalıdır. Düzlüğü sevəndir, onu da sevənlər yalandan uzaq, düzlüğü sevəndilər. Böyük ruhu var, kəramətə aşiqdir. Əskik xırdaca işlərdən ruhunu yuxarı böyük işlərə çəkəndir. Dünyanın dirhəm və dinarını, digər amacları onun gözündə önəmsizdir. Ədalətə aşiqdir, onu sevənlər də zülmüdən, coğrudan nifrətli olub. İnsaflı olublar, insafı dəstəkləyiblər. Bütün gözəlliyi, yaraşıqlığı insafda görüblər. Sonunc, güclü iradəsi olub. Gördüyü işdə cəsarətli, cürətli olubdur. Qorxu tanımayıbdır. Zəifun nəfs ya ruhu gücsüz olmayıbdır. Farabi belə düşünür. 12 sifəti Peyğəmbərə belə sayır. Nəsimi Peyğəmbərin mədhində belə deyirdi. Həkimi ləm yəzəl sənsən, muqimi bizəval sənsən, mütüəm, bəndə-i fərmanəm, sənindir əmr, ya Mevla.
Marun Əbbuddan o ərəb müasir Məsihi Lübnan şairindən Peyğəmbərin mətnində bir şeir xatırlayıram. Və kəzən nübüvvət və hikmətun təmərrudun və tuğa və ilhamun və fərtu hananin hiyə tilkər ruhulləti yətəqəmməsul əbtalu ləlhədəsil əzim. Peyğəmbərçilik hikmətdir, təmərrüddür, təqvadır, vəhy ilə ilhamdır, ürək yanmaqdır, böyük ruha sahib olmaqdır. Təhcə qəhrəmanlar o paltarları geyinib özlərini bir böyük hadisənin üz verməsinə hazırlaya bilərlər. Farabi deyir, 12 sifətin bir insanda yığılması çətindir. Elə bu 12 sifət Peyğəmbərdə fitri ola bilər. Ondan bir dərəcə aşağı gələrkən, yəni Peyğəmbərdən sonra rəislərin Türk İslam aləmində olan gərəkli sifətlərini sayır. Rəis-i Mədinə Fazilədə, Mədinə-i Fazilədə 6 sifət olmalıdır. Bu 6 sifətdən 5-ini daşıya bilsə, o Mədinə-i Fazilənin rəisi ola bilər. Ən birincisi hikmətdir. Rəis hikmət bilməlidir. Həkim olmalıdır. Yəni möhkəm qaydalar bilməlidir. Bu möhkəm qaydalar toplumu xətadan, yanlışdan qoruyar. İkincisi, qaydaları, yasaları, törəni bilən və qoruyan ola. Axı onlar qabaqçı insanlardan təcrübə şiklində belə hakimə yetişibdir. Üçüncüsü, ədaləti yayan və bir mətləbi yaxçı təhvil alan, istinbatı güclü olan, keçmiş rəislərin izini tapan, onların ayaq yerinə ayaq basan ola. Dördüncüsü, gedişatı gözəl ola, xoşagəlim ola. Mədinənin məsləhətini, mənfəətini hamıdan tez düşünə, tədbir eləyə. Beşincisi, güclü bəyana sahib ola. Dili ilə yaxşı danışa, xitabəsi də güclü ola. Sonuçda bir karizmai şəxsiyyətə malik ola. Törəni millətə yaxşı dildə tanıtdıra. Altıncısı, savaşda cəsarətli, ürəkli, hünərli ola. Savaşçıların başçısı olmalıdır. Farabi deyir, əgər bütün sifətlər ola, rəisdə hikmət olmasa, o Mədinə-i Faziləni həlakətə yaxınladacaqdır. Burada Farabi Əflatunla bir düşünür. Əlbəttə, hikmət qavramı Farabinin məfkurəsində Əflatunla fərqlidir. Farabi deyir, rəis ya hakim, həkim olmasa Mədinə dağılar. Allahdan istəyirəm, Farabinin Mədinə-i Faziləsinin qurulmağında bütün Türk müsəlmanlarını, ürəklərini bir-birinə yaxınlatsın. Amin, ya Rəbbəl aləmin. Sağ olun, gələn görüşə qədər.